Yenidən hər birinizi salamlayıram. Deməli, biz keçən dəfə atribut cədvəldən qurtardıq. Artıq keçirik deməli çap vəziyyətinə. Bildiyiniz kimi xəritəni çəkdik. Sonra atribut məlumatlarını doldurduq. Artıq biz xəritəni çapa verə bilərik. Bu əsas 3 mərhələdir. Xəritəni çapa vermək üçün çap vəziyyətinə keçid eləmək lazımdır. Bunun üçün ArcGIS Desktopda deməli aşağı hissədə sol tərəfdə burada bölüm var idi, Layout View var idi, deməli Data View var idi. Oradan biz keçid edirik çap vəziyyətinə. İndi burada o pəncərəni ləğv eləyiblər. Bunu əlavə eləyiblər. Deməli Insert menüsündə əlavə bir New Layout bölümü yaradıblar. Bunu vurmaqla biz burada bir neçə dənə çap vərəqi yarada bilirik. Sözsüz ki, bir çap vərəqinin də içində bir neçə xəritədə yarada biləcəyik. Onu növbəti videolarda biz deyəcəyik. Bunun üçün biz nə edirik? Çap vəziyyətinə keçid etmək üçün öncə yeni bir çap vərəqi yaradırıq. Çap proyekti yaradırıq, belə də deyə bilərik. Üzərində sol düyməni sıxırıq və bu hissədə deməli düymlə olan çap ölçüləri göstərilir. Albomlu, kitab şəklində, knijni və s. Və eyni zamanda burada millimetr deməli ölçülərlə standartlarda A1, A0, A2, A3, A4, A5 ölçülərdə olan hazır vərəqlərdə var. Əgər sizin çap eləyəcəyiniz xəritə bu ölçülərdən hansısa birinə uyğundursa, istənilən birini seçib, məsələn A4-ü seçib birbaşa yarada bilərsiniz. Artıq o çap vərəqi yarandı. Yəni A4-ün ölçüsündə olan çap vərəqi yarandı. Sonra isə bu xəritədəki məlumatları bura əlavə edəcəyik. O növbəti videoda olacaq. Yəqin ki, bu videoda yalnız çap vərəqinin seçimi ilə məşğul olacağıq. Çünki xəritəni deməli çapa verməmişdən qabaq çap vərəqini seçmək lazımdır ki, ona uyğun da bütün ölçüləri ayarlaya bilək. Buradan dediyim kimi o ölçüləri götürürük. Buradan import layout fayl da əlavə edə bilərik. Və yaxud da ki, buradan gəlib Custom Page Size ilə özümüz də ölçü verə bilərik. Məsəl üçün, burada Generalda buna bir ad da verə bilərik ki, tutaq ki, yasamal, aşağıdan xət və yaxud xət də qoyması olar. Yəqin ki, qəbul edəcək. Yoxlamamışam, çap. Yasamal çap, burada Title, Tags, Summary, Description falan bunların hamısını verib yaza bilirik. Bu desktopda da var deyə buna keçid etmirəm. Desktop videosundan da ona baxmaq olar ki, onlar dolduranda harada çıxacaq məlumatlar. Sonra səhifənin ölçüləri də burada inçlə verib, pointlə, santimetr, millimetrlə. Biz, yəni mən adətən millimetrlə öyrəşmişəm, yəni ona görə də millimetri seçirəm. Burada page size artıq burada gördüyünüz kimi həmən ölçülərdən burada da var. Bir də custom var. Customda artıq özümüz ölçü verə bilərik. Bunu seçəcəyik indi. Burada da printerin işarəsidir. Printeri də seçə bilərik. Printeri seçsək standart hansı ölçülər varsa onları verə bilirik və yaxud da ki, custom eləyib buradan özümüz seçə bilirik. Burada custom seçən kimi artıq burada incə özü avtomatik keçir. Biz millimetri seçib, məsəl üçün mən deyirəm ki, buna mənim vərəqimin ölçüsü olsun 1 metr, eni olsun, da ki 1 metr 30 santıda hündürlüyü olsun. 1300. Bu formada seçim eləyə bilərəm və OK düyməsini vursam artıq səhifəmi yaradacaq. Gördüyünüz kimi 0-dan 1000-ə qədər, yəni 1 metr budur. Burada da 0-dan deməli 1300-ün xətti buradadır. Bura qədər də bu ölçüdür. Və mən bunu bağlayıram. Burada da yasamal çap belə bu formada çap vərəqimiz yarandı və keçid edən növbəti mərhələyə. Burada Custom Page-də biz bunu göstərdik. Bir də burada var. Düzdür, hər ikisi eyni səhifəyə gedib çıxaracaq, amma Select Page from Printeri vurub buradan da seçim edə bilərik. Bunu əsas göstərmək istəyirəm. Səbəbi də odur ki, burada biz deməli printeri seçib ondan sonra istədiyimiz ölçünü verə biləcəyik. Bunun üçün nə edirik? İlk öncə printeri seçirik. Mənim istifadə etdiyim printer HP DesignJet Z6-dır, 44 inç. Bunu seçəndən sonra printer propertiesdən digər ayarı, yəni səhifənin vərəqini, daha doğrusu ölçülərini verə bilərik. Burada başqa rəng falan da dəyişmək olur, amma biz işimiz nədir? Biz sırf ölçünü verib buradan çıxacağıq. Bunun üçün Document Size-dan
Burada ölçülər var yenə də. Biz gəlirik ən aşağı. Görürsünüz burada mən bu ölçüləri özüm yaratmışam. Adını belə qoymuşam ki, bilinsin. Digərlərində baxıb görürsünüz, özünüz burada baxın, məsəl üçün A4, A3 adını belə adlandırıblar. Amma mən adını birbaşa rəqəmlə vermişəm ki, bilim ki, deməli, bunu seçsəm, mənim vərəqimin ölçüsü neçə olacaq. Create eləyirəm, buradan gəlirəm, vərəqin ölçüsünü elə, buradan düzü ölçünü yazıram birinci, buna hələ əl vurmayacam. Nə verirəm? Vərəqin ölçüsü nədir? 910 verirəm. Niyə verirəm? Çünki plotterin eni bizdə 914-dür. Daha doğrusu biraz böyükdür, amma əlimizdə olan rulonun uzunluğu eni, daha doğrusu 914-dür. Mən 910 yazıram. 4 milli də oradan qalsın bizə. Burada millimetrə keçib 910. Burada da deməli yazacağam bura, yəni 910 1 metrdən azda 91 sm. Burada gəlib yazacağam 1300, səhv etmirəmsə orada yox idi. 1300 də bura. Bunun da adını elə 910-1300 yazıram ki, vərəqimin ölçüsünün hansı olduğunu bilim. Baxaq, burada təkrar olmadı, yox. 1100 var idi, 1200 var idi, 1300 də seçdik. Və burada bir də bu hissədə, deməli, scale-də də elə 910-un 1300-ü seçib OK düyməsini vururuq. OK düyməsini vuran kimi burada avtomatik olaraq o yaranmalıdır. Baxaq görək yaranıb yoxsa yox. Deyəsən yaranmayıb. Bir də cəhd eləyəcəyik. Burada var 1100 və s. Bir də daxil oluram bura. Ola bilsin nəyisə düz seçmədik. 910-u 1300-ə burada seçmişik. Burada əl vurmuruq. Burada printer vərəqin parametrləridir. Burada da 910-u 1300-ə bir də seçirəm. Başqa bir yerdə də dəyişdiyə ehtiyac yoxdur. Artıq seçdi 910-u 1300-ə və burada bir də qeyd yerimi var. Paper source-u da özü avtomatik seçir. Burada include margins from printer. Buna piçka qoyuram, çünki qeyd işarəsi qoyuram, çünki əvvəlcədən qoymamışdım. Bunu qoyub OK düyməsinə vurduqda artıq baxacaqsınız ki, burada həmən vərəqi seçdiyi 0-dan 910 indi əlavəsi var. Burada da 0-dan 1300-ə qədər. Və qırıq-qırıq xətləri də qoyuram ki, burada, yəni həmən vərəqin ölçülərini bilək ki, bizim sərhəddimiz budur. Yəni xəritəni bu sərhəddin daxilində eləyək. Bu formada xəritəmizi yaratdıqdan sonra artıq map frame-də map-i seçə bilərik. Default bunların izahını verəcəm sizə. Buradan map 1 də seçə bilərik və yaxud da ki, bunu seçirik, birbaşa öz xəritəmizi bura əlavə edirik. Mausu yaxınlaşdırdıqda artıq snapping olur. Amma mən elə ortadan belə bir xəritə çəkəcəm və xəritəmiz bunun içərisində görsənəcək. İstəsəm yaxınlaşdıracağım bu hissələrə və buradan da çəkib böyüdüb xəritəmizi bu vərəq boyda eləyə bilərik. O sözsüz ki, qırıq-qırıq olan hissəyə qədər. Sonra xəritəni seçib sağ düymə vurub bunu mən deməli aktivləşdirəcəm ki, içərisini böyüdüm. Xəritəmi böyüdürəm və ortaya çəkirəm. Digər hissələrini növbəti videolarda izah edəcəm. Hələlik deməli close activation eləyirəm. Bu formada xəritəmi yaddaşa verirəm proyektimi. Növbəti videolarda davamını izah edəcəm. Bizi izləməyə davam edin. Videolarda bəyənib paylaşmağı unutmayın. Sağ olun.